Bu dərsimizin mövzusu müəyyən funksiyalardan hansı ki, onlar bizə kömək edir unik dəyərləri tapmağa. Həmçinin sayma funksiyası, o cümlədən qruplaşdırma üçün funksiyaları öyrənəcəyik. Yenidən istifadə edəcəyimiz paketlər Tidyverse və New York Flights datasetin paketləridir. Onun daxilində olan Flights datasından istifadə edəcəyik. New dataya mənimsətmişik. Birinci öyrənəcəyimiz funksiya distinct funksiyasıdır. Qeyd edeyim ki, bu funksiyaların adı bizə digər proqramlaşdırma dillərindən zaten tanışdır. Funksiyanın istifadəsinə gəlincə, datasetimizi çağırırıq, new data, pipe qoşuruq, distinct funksiyasını çağırırıq. Göründüyü kimi deploy paketinin daxilində olan funksiyalardan biridir. Distinct daxilində hər hansısa bir sütun üzrə distinctləri tapmağa yardımcı olacaq bizə. Məsələn, bizdə burada origin sütunu var. Hansı təyyarə hansı hava limanından qalxır, hansı şəhərdən və destination hansı hava limanına və yaxud da şəhərə uçur. Gəlin unikal uçuşları tapmağa cəhd eləyək distinct funksiyası ilə. Distinct daxilində biz origin qeyd edirik sütunun adını və destination sütunundakı dəyərləri tapmaq üçün dest sütunundan istifadə edirik. Unikal dəyərlər hansı ki originda və destinationda var, onları bizim üçün çıxaracaqdır və ümumi nəticəni görmək üçün view parametrin funksiyasını qoşuruq. Biz nəticədə görürük ki 224 dənə sətirdən ibarət və 2 sütundan ibarət bir cədvəl alırıq və bu cədvəldə olan hər bir uçuş bu məntəqədən bu məntəqəyə hər biri unikaldır. Yəni bu 40-cı sətirdə olan JFK məntəqəsindən LAS-ə digər bir uçuş yoxdur bizim cədvəldə. Bu unikal uçuşdur. Bu unikal dəyərləri tapmaq üçün distinct funksiyası bizə kömək oldu. İçində olan digər bir önəmli parametr hansı ki nəzərə alınmalıdır. İki sütunumuzu qeyd elədikdən sonra biz vergül yerləşdiririk və .keep all parametrindən istifadə edə bilərik. By default olaraq bu false olur. Yəni false olduqda indi aldığımız nəticəni alırıq. Əgər true olarsa nə baş verər? Bu halda digər sütunları da özü ilə birlikdə gətirir. Yenidən 224 sətir çıxacaq. Həmin unikal dəyərləri tapır. Sadəcə olaraq sağında və solunda yerləşən hansı ki sütunlar var idi, həmin sətirlərdə yerləşən dəyərlər də özləri ilə bərabər gətirir. Həmçinin endistinct funksiyası da vardır ki, bu distinct dəyərlərin sayını tapmağa bizə kömək edir. Məsələn, new data datasetinin daxilində olan hər hansısa bir sütunu seçsək, deyək ki, carrier sütunu daşıyıcı şirkətlərin adlarıdır və endistinct funksiyasını pipeline-a qoşsaq və run etsək, görərək ki, nəticədə bizə 16 qaytarır. Bu o deməkdir ki, 16 ədəd bizim distinct, yəni unikal daşıyıcı şirkətimiz var. Digər bir funksiya adı isə uniquedir. Unique ilə distinct'in burada fərqi nədən ibarətdir? İndi gəlin onunla tanış olaq. Məsələn, burada da new data qeyd edirik. Yenidən carrier sütunun üzərindən gedək, daşıyıcı şirkət. Bu dəfə unique parametrini, funksiyasını bu formada birləşdirək. Unique etdikdən sonra mənim üçün artıq siyahı açılacaq. Həmin siyahıda yuxarıda 16 ədəd ki mən tapmışdım. Daşıyıcı şirkətim var. Unique dəyərlər isə mənə həmin şirkətlərin adlarını vektor formasında göstərir. Məsələn, burada unique yox. Əgər mən birbaşa olaraq distinct funksiyasını istifadə eləsəydim, nə baş verəcəkdir? Görürsünüz, qeyd edilir ki, distinct funksiya karakter objektdə mənimsədilə bilmir, yəni tətbiq oluna bilmir. Ona görə də burada xəta baş verir. Bu səbəbdəndir ki, biz gərək uniquedən istifadə edək və onları vektor formasında alaq. Əgər biz unique-ə length funksiyasını qoşsaq nə baş verər? Məsələn, eyni qaydada skript yazırıq və ardına əlavə edirik length. Bu halda vektor daxilində olan, yəni bu listimiz ki var idi, bu listin daxilində olan dəyərlərin sayını mənim üçün çıxarır, 16. Necə ki, endistinct ilə biz tapmışdıq
karyer sütunu üzrə unique dəyərlərin sayı nədir? Burada isə vektorları çıxarırıq uniquelə. Daha sonra length qoşmaqla onun içindəki dəyərlərin sayını tapmış oluruq. Digər bir önəmli funksiya count funksiyasıdır. Count funksiyası əlbəttə ki, sayma əməliyyatını yerinə yetirəcək. Məsələn, new data datasetinə pipeblock count funksiyasını qoşuruq və daxilində bu dəfə də origin və dist sütunlarını istifadə edək. Yəni, unikal uçuşlar ki var idi, onların sayını tapmağa çalışırıq ki, neçə ədəd uçuş baş verir bu məntəqədən bu məntəqəyə. Origin və dist. Görür ki, nəticə qaytardı bizə. Yenidən 224 ədəd qaytarıb. 214 və yuxarıdakı 10 ədəd. Distinct funksiyası ilə aldığımız nəticədə sadəcə countlar qarşısında həmin uçuşların bu məntəqədən bu məntəqəyə olan uçuşun sayı da qeyd olunub. Və burada avtomatik olaraq n adında sütun yaradır. Öncə burada n sütununun sıralamasını necə dəyişə bilərik ona baxaq. Count daxilində biz sort parametrini istifadə edə bilərik. True versə əgər, bu halda bizim üçün sıralama çoxdanca doğru başlayacaq. False dedikdə isə əksin əlbəttə. Və də n-in daha sonra adlandırmasını dəyişmək istəsək, yəni n sütununun adını dəyişib başqa bir ad vermək istəsək, o zaman əvvəlki dərslərdən öyrəndiyimiz rename funksiyasının köməyini istifadə edə bilərik. Məsələn, n əvəzinə say qeyd edə bilərik. Say bərabərdir n, bu halda sütun adımız dəyişəcəkdir. Artıq görürük ki, bu baş verdi. Həmçinin sort etmək üçün digər bir üsulda öyrənmişdik biz. Onu da burada yada salmaq yerinə düşər. Count daxilində sort parametri var, doğrudur. Amma biz birbaşa olaraq pipe-la range funksiyasından istifadə edə bilərik. Əgər desk parametrini daxilləsəm və bildirsəm ki, say üzrə çoxdanca doğru sıralama baş versin, bu halda eyni şey mənim üçün etmiş olacaq. Arrange bir növ çoxdan az doğru sıralamanı reallaşdırdı. Necə ki, sort parametri count funksiyasının daxilində etmişdi. Digər önəmli funksiya mən sizi tanış etmək istəyirəm onunla. Bu summarize funksiyasıdır. Summarize funksiyasından biz əməliyyatları summarize etmək üçün, ümumiləşdirmək üçün, nəticə çıxarmaq üçün istifadə edirik. Gəlin real tətbiqində daha yaxından baxaq nə demək istəyirəm. Məsələn, new data datasetini çağırırıq. Bu dəfə summarize funksiyasını qoşuruq. Summarize daxilində hər hansısa bir əməliyyat apara bilərik. Ortalamanı tapa bilərik, medianı, minimumu, maksimum, cəmi, ümumiyyətlə sayımı tapa bilərik, saya bilərik daha doğrusu. Necə ki, biz count-la saymışıq. Məsələn, ortalamanı tapmaq istəsəm, min funksiyasını çağırıram və hər hansısa bir sütun üzrə, məsələn, gecikmələr üzrə gəlin ortalamanı tapaq, departure delay. Bunun üçün çağırırıq həmin sütunun özünü, adını, departure delay. Ortalama gecikmə müddətimiz nə qədər olub, onu görəcəyik. Burada nəticədə görünür ki, bizə NA qaytardı. Səbəb ondan ibarətdir ki, bizim departure delay adında sütunumuzda bəzi NA-lərimiz mövcuddur. Bu halda həmin NA-lər olduğu müddətcə ortalama tapılması mümkün olmur, NA qaytarır bizə. Onu aradan qaldırmaq üçün NA remove adında parametr var, onu daxil edirik və true veririk. Bu anlama gəlir ki, yəni mən xəbərdaram NA-lərin olduğundan, o NA-ləri nəzərə almadan, çıxararaq, yəni remove edərək ortalamanı mənim üçün hesabla və nəticədə görür ki, 16.6 qaytardı ortalama gecikmə müddətimiz. Və də bir sətir bir üstündən ibarət nəticə qaytarır bizə, bu data frame-dir və sütun adı var burada. Sütun adı birbaşa olaraq funksiyanın skripti yazılışı necədirsə həmin formada gəlir, sütun adına yerləşir. Yenidən adlandırma eləmək üçün summarize-in daxilində yazdığımız funksiyanın qarşısında sütuna ad verə bilərik. Məsələn, average delay verə bilərik. Dırnaq içərisində qeyd etdikdən sonra görür ki, nəticə göründü.
Əlavə olaraq summarize funksiyası adətən group by funksiyası ilə bir yerdə istifadə olunur. Məsələn, new data funksiyasını çağırıram, group by edirəm. Group by bizə daha çox SQL-dən, o cümlədən digər proqramlaşdırma dillərindən də tanış ola bilər. Group by, məsələn, daşıyıcı şirkətlər üzrə group by həyata keçirmək istəyirəm. Bu halda group by daxilində həmin sütunu daxil edirəm və ardınca summarize funksiyasını qoşuram. Mən bilmək istəyirəm ki, həmin şirkətlər üzrə, daşıyıcı şirkətlər üzrə ortalama gecikmə müddəti nə qədərdir? Necə ki, yuxarıda hesablama aparmışıq. Gəlin, eyni funksiyanı burada da tətbiq edək. Summarize-in daxilində. Və yenidən burada sütunu adlandırmaq üçün dırnaq açırıq. Yuxarıda qeyd etdiyimiz kimi average delay qeyd edirik. Artıq mən görürəm ki, 16 da daşıyıcı şirkətim var idi. Bayaq distinct funksiyası ilə biz bunu müşahidə elədik. Ortalama gecikmə müddəti hər biri üzrə average delay sütununda bizə təqdim olunur. Əgər saylarını tapmaq istəsək, bu halda nə edə bilərik? Necə ki, summarize funksiyasını istifadə edirik ortalamanı tapmaq üçün, həmçinin sayma əməliyyatını da eləyə bilərik. Gəlin bir yerdə baxaq, group by edirəm daşıyıcı şirkət üzrə. Yəni, hər bir daşıyıcı şirkət neçə də daşıma həyata keçirib. Summarize daxilində, artıq onun daxilində count funksiyasından deyil, n adlı funksiya var. Ondan istifadə etməliyik. Birbaşa olaraq mənə nəticəni qaytarır. Görsədir ki, sıralama belədir. Yenidən əgər burada çoxdanca doğru düzmək istəsəm, arrange funksiyasını çağırıram, desk və burada sütunun adını gətirib yerləşdirməliyim. Sütun adım necədirsə, olduğu kimi yerləşdirməyim tələb olunur. Bu səbəbdən qırağında olan təkli dırnaqları gətirirəm və də n qarşısında isə mötərizə. Bunun digər hesablama üsulu necə olacaqdır? Gəlin baxaq, uyğunluq var yoxsa yoxdur. Görünür ki, ən yüksək daşıma sayına malik olan şirkət bu UA şirkətidir. Biz gəlin bunu count funksiyasının köməyi ilə eləyək. New data, count və daşıma şirkətin olduğu karyer sütunu və sortday çoxdanca doğru verək. Görürük ki, burada da eyni nəticəni almış oluruq. 58.665. Digər bir üsul isə count-u birbaşa bu formada da yazsaq, həmçinin group by ilə tandem şəklində də yazsaq. Məsələn, group by daşıyıcı şirkətlərin olduğu sütun və qarşısında count və count-un daxilində bu dəfə heç nə qeyd etmirəm. O halda yenə də mənə həmin şirkətlərin sayını çıxarıb təqdim edəcəkdir. Əlavə olaraq da qeyd etmək olar. New dataya yenidən group by bağlasam və necə ki, yuxarıda etdim o formada daşıyıcı şirkətlərin daşıma saylarına baxmaq istəsəm, o halda tally funksiyası da mövcuddur. O da yuxarıda kimi count-la eyni işi görür. Burada da qeyd olunur ki, count the observations in each group, hər bir qrup daxilində olan müşahidələri sayını bizə təqdim edir. Deploy paketin daxilində təqdim olunur. O da bizə eyni nəticəni vermiş olacaq. Gördüyümüz kimi funksiyalar və onların istifadə imkanları genişdir. Hər birini bir-birinə alternativ olaraq istifadə etməyimiz əl çatandır, mümkündür. Bu funksiyalardan əlavə olaraq mən sizə tanış eləmək istəyərdim. Bir neçə əlavə funksiyadan, sadə funksiyalardan. Bunlar head və tail funksiyalardır. Biz digər proqramlaşdırma dillərindən head və tail tanıyırıq. Zaten R proqramlaşdırmada da bunlar var. Məsələn, new data datamı çağırıram və head qoşuram. By default olaraq ilk 10 dənəsini göstərir mənə. Yəni, daha doğrusu ilk 6 dənə sətri mənim üçün göstərir default olaraq. Əgər mən 10 dənə etmək istəsəm, o halda daxilində qeyd edirəm ki, 10 ədəd sətr mənim üçün göstərilsin.
Buna alternativ olaraq slice head var, hansı ki bu yerləşir declare paketin içində. Head funksiyası base, arın base'ində yerləşər, hansısa bir paketi aktivləşdirməyə gərək duymuruq onun üçün. Amma slice head istifadə eləmək istəyiriksə, bu imkan da bizə təqdim olunur. Burada da məsələn deyə bilərəm ki, ilk 10 dənəsini mənim üçün gətir, ilk 10 sətri. Sadəcə olaraq slice head'in head'dən fərqi ondan ibarətdir ki, mən əgər head funksiyalarında sadəcə say deyə bilirəmsə, ilk 10 sətri gətir. Burada proportion da verə bilirəm. Yəni deyə bilirəm ki, ilk 10%-də yerləşən sətirləri mənim üçün gətir. O halda proportiona 0.1 qeyd edirəm. 1 bərabər yerləşdirək və 33677 sətir ən yuxarı hissədən seçib gətirir, bizə təqdim edir. Yəni 33677 bizim datasetimizdə olan 336776-nın 10%-ni təşkil edir. Və həmin 10%-i seçib yuxarıdan bizə gətirdi. Eyni qaydada tail funksiyası var. Həmin funksiyada eyni işləmi görür. Tail var və slice tail funksiyası var. Ən aşağıdan bizə gətirir dəyərləri. Bu by default olaraq ən sonuncunu gətirir, yəni bir sətir gətirir. Onun da dəyərlərini dəyişə bilirik. Məsələn, ən sondan 10 dənəsini gətir və yaxud da ki, ən sondan 10%-ni gətir. Proportion və 0.1 olduğunu bildirirəm. Sondan 10%-ni dartıb gətirir sətirlərin. Bir kiçik funksiya isə transpose funksiyasıdır. Transpose bildiyiniz kimi sətir və sütunların yerini dəyişir. Məsələn, new data datasetini çağırıram və burada indeksləmə istifadə edəcəm. 1-dən 7-yə qədər olan sətirlər və 1-dən 3-ə qədər olan sütunlar götürürəm. Yəni, ilk 7 sətir və ilk 3 sütunu götürür. Və pipe qoşaraq transpose edirəm. Burada artıq 3 sətir, 7 sütun olmalıdır. Nə baş verdi? Görürük ki, artıq sütun adları sətrə düşdü. Sətir adları isə olmadığı üçün onlar sıra nömrəsi ilə sütun adlarına yerləşdilər. Bugünkü dərsimiz bu qədər. Görüşənədək.